Aleyküm hörmətli müştərilər. Bugün sizlərə çox gözəl 28 may metrosuna yaxın bir yerdə belə bir dənizə, şəhərə möhtəşəm panoraması olan 16 mərtəbəli binanın 14-cü mərtəbəsində qanuni 4 otaqlı 184 kvadrat metr padmayak bir mənzil çəkməyə gəlmişəm. Bir çox müştərinin zövqünə uyğun gördüyünüz kimi arzuladığı, daha doğrusu şəhərə belə bir panorama, qarşısı kəsilməyən dənizə panoramasıdır. Yerləşmə yeri aşağıda görsənir, Tesla heykəlinin arxasındakı binadır. MTK yeni ailə. Qiyməti 590 min manat startlı qarajla bir yerdə. 38 kvadrat qarajdır, 2 maşınlıq qarajdır. Əlbəttə real alıcı indirim olacaq. 28 mol, 28 may metrosu, Səməd Vurğun parkı, Milli Bank. Gedək mən sizə mənzillə tanış edeyim. Daxil olanda belə bir holudur. Sağda bir otaq, burada bir otaq, daxilində özünün sanitar qovşağı, buranın da baxış istiqaməti şəhərədir, dəmir yol vağzalındadır. Göstərim sizə. 184 kvadrat, 14-cü mərtəbə, 590 min manat üzərində 2 qaraj bir yerdə qiyməti. Bura ikinci otaq. Baxış istiqaməti buranın da üzü şəhərədir, gördüyünüz kimi dəmir yol vağzalıdır. Burada belə bir sanitar qovşağı. İndi qaranlıqdır deyə tam çəkə bilmirəm. Və solda bura qonaq otağı. Baxış istiqaməti üzü şəhərədir. Tam yel çəkən bir proyektdir. Burada belə bir kiçik balkondur, eyvanı. Gördüyünüz kimi gələcəkdə bura park olacaq, parking yeri. Keçək sonuncu otağı mən sizə göstərim. Burada sonuncu otaq. Bu otağın da baxış istiqaməti üzü dənizədir. Təkrar edirəm, 28 may, 28 mola, 28 may metrosuna yaxın yeni ailə yaşayış kompleksi, 14-cü mərtəbə, 184 kvadrat, 4 otaq. 590 min manat start qiymətli, sənəd müqavilədir. Üzərində 2 maşınlı qarajı da var, 138 kvadrat. Bütün kommunal xətləri də var. Buyurun, istənilən vaxtda əlaqə saxlaya bilərsiniz. Sağ olun. Aleyküm hörmətli müştərilər. Bugün sizlərə çox gözəl 28 may metrosuna yaxın bir yerdə belə bir dənizə, şəhərə möhtəşəm panoraması olan 16 mərtəbəli binanın 14-cü mərtəbəsində qanuni 4 otaqlı 184 kvadrat metr padmayak bir mənzil çəkməyə gəlmişəm. Bir çox müştərinin zövqünə uyğun gördüyünüz kimi arzuladığı, daha doğrusu şəhərə belə bir panorama, qarşısı kəsilməyən dənizə panoramasıdır. Yerləşmə yeri aşağıda görsənir, Tesla heykəlinin arxasındakı binadır. MTK yeni ailə. Qiyməti 590 min manat startlı qarajla bir yerdə. 38 kvadrat qarajdır, 2 maşınlıq qarajdır. Əlbəttə real alıcı indirim olacaq. 28 mol, 28 may metrosu, Səməd Vurğun parkı, Milli Bank. Gedək mən sizə mənzillə tanış edeyim. Daxil olanda belə bir holudur. Sağda bir otaq, burada bir otaq. Daxilində özünün sanitar qovşağı. Buranın da baxış istiqaməti şəhərədir, dəmir yol vağzalındadır. Göstərim sizə. 184 kvadrat, 14-cü mərtəbə, 590 min manat üzərində 2 qaraj bir yerdə qiyməti. Bura ikinci otaq. Baxış istiqaməti buranın da üzü şəhərədir, gördüyünüz kimi dəmir yol vağzalıdır. Burada belə bir sanitar qovşağı. İndi qaranlıqdır deyə tam çəkə bilmirəm. Və solda bura qonaq otağı. Baxış istiqaməti üzü şəhərədir. Tam yel çəkən bir proyektdir. Burada belə bir kiçik balkondur, eyvanı. Gördüyünüz kimi gələcəkdə bura park olacaq, parking yeri. Keçək sonuncu otağı mən sizə göstərim. Burada sonuncu otaq. Bu otağın da baxış istiqaməti üzü dənizədir.
Təkrar edirəm, 28 may, 28 Mola, 28 may metrosuna yaxın yeni ailə yaşayış kompleksi, 14-cü mərtəbə, 184 kvadrat, 4 otaq. 590 min manat start qiymətli sənəd müqavilədir. Üzərində 2 maşınlı qarajı da var, 138 kvadrat. Bütün kommunal xətləri də var. Buyurun, istənilən vaxt əlaqə saxlaya bilərsiniz. Sağ olun.